Salam əzizləyicilər, xoş gördük hər birinizi. Sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün möhtəşəm bir model sınaq 1-i təqdim edirik. Bu tipli sınaqların davamını gəlmək üçün videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun. Birinci sualımız və bu sınağın Azərbaycan dili və kurikulum testlərini işləyib həm də izahına baxmaq üçün 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Telefonun qiyməti kompüterin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 6 dəfə çoxdur. Kompüterin qiyməti 5245 manatdır. Baxın, kompüterin qiymətini verir bizə 5245 manat. 5245 manat. Bu bizim kompüterin qiymətidir. Bəs gəlin telefonun qiymətini necə təyin edə bilərik? Telefonun qiyməti kompüterin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin təklik onluq, yüzlükdəki rəqəm 2-dir. Mərtəbə qiyməti, 2-nin mərtəbə qiyməti 200-dür və 6 dəfə çoxdur. Vurdum 6-ya, dəfə deyirsə vurmadım. Vurma bölmə. Çox deyirsə vurdum. 2-ni vurdum, 200-ü vurdum 6-ya, 1200. Deməli, telefonun qiyməti 1200 manatdır. Telefon deyil, yəni planşetin. Burada indi bizdən soruşur ki, planşetin qiymətinin 8-də 5-ini tapın. Yəni, biz burada 1200-ü tapdıq. Və 1200-ün 8-də 5-ini hesablayacağıq. 1200-ü 8-ə böləcəyik və 5-ə vuracağıq. Yəni, ədədin hissəsinin tapılması. 1200-ü 8-ə böləndə edir 150. 150-ni də 5-ə vuranda 750 elədir. Yəni, doğru cavabımız oldu. E variantı 750-yə bərabər. Baxırıq ikinci sualımıza. Uyğunluğu müəyyən edin. 423 ədədində 42 onluq var. Baxın, ədəddəki onluqların sayını tapmaq üçün onda bir sıfır var deyə sağdan bir ədəd silirik. Həqiqətən də 423 ədədində 42 onluq var. Bu doğrudur. Bizdə uyğunluğu. Uyğunluq nə deməkdir? Yəni, doğru sözünün altında doğru olanları seçəcəm. Yanlış sözünün altında da yanlış olanları seçəcəm. Yəni, variantında 1 olmalıdır. B variantında 1 yoxdur. C variantında 1 yoxdur. Bunları sildim. Gəldi 2-yə. Rəqəmləri cəmi 15 olan ən böyük ədəd 87-dir. Səhvdir. Rəqəmləri cəmi 15 olan ən böyük ədəd çox yazmaq olar. Məsələn, 96 da yaza bilərsiniz. Və yaxud neçə rəqəmdə olduğunu da yazmayıb da, yəni 100 neçəsə də yaza bilərsiniz ki, rəqəmləri cəmi, məsələn 195 də yaza bilərsiniz ki, rəqəm cəmi neçə olsun? 15 olsun. Ona görə də belə də bu versiya səhvdir. Cavablarda 2 olan versiyanı silirəm. Cavabım ya A variantıdır, ya da E variantıdır. 408 ədədində 4 rəqəminin mərtəbə qiyməti 100-dür. Xeyr, 4 rəqəminin mərtəbə qiyməti 400-dür. 4-ün mərtəbə vahidi 100-dür. Mərtəbə qiyməti 400 olmalıdır. Yəni, bu da səhvdir, doğru deyil. Ona görə A variantı bizim cavab deyil. Bəs müəllim, axı E variantını tapdığınız cavablarla başqa cür axı doğru gəlirmi? Gəlin onu təsdiqləyək. Baxın, burada məsələn 6-cı var ha bu. Deyir, ədədinin oxunuşu 6.090.080-dir. Biz bu ədədi oxuyarkən 6.090.080 deyirik. Həqiqətən də bu doğrudur. Bəs nə üçün bu doğru olduğu halda biz variantlarda altını götürmürük? Çünki bu doğru səhv yerə yazılıb. Götürüb yanlışın altına yazıblar. Axı biz dedik, uyğunluq nə deməkdir? Doğrunun altında doğru olanları seçəcəksən. Görürsünüz, ancaq bir doğrudur. Yanlışın altında da yanlış olanları seçəcəksən. Yəni 6 doğru versiya yazıldığına görə 6-nı mən cavab olaraq götürə bilmərəm. Mən burada səhvləri tapmalıyam. Məsələn, 4-cü ən böyük 2 rəqəmli tək ədədin rəqəmləri cəmi 20-dən böyükdür. Ən böyük 2 rəqəmli tək ədəd 99-dur. Ən böyük 2 rəqəm tək ədəd. Rəqəmləri cəmi isə bunun 18 edir. Görürsünüz, 18 20-dən böyükdür yazıb, səhvdir də. Səhvdir deyə mən bunu cavabda seçməliyəm. Çünki yanlışın altına yanlış yazılıb. Yəni, öz yerinə yazılıb. Başa düşürsünüz? Rəqəmlərə eyni olan ən kiçik 3 rəqəmli tək ədədin rəqəmləri hasili 3-dür. Rəqəmlərə eyni olan ən kiçik 3 rəqəmli tək ədəd 111-dir. Bunun da rəqəm hasili, hasil vurma deməkdir. 1 eləyir. Yəni, bu da səhvdir. Həqiqətən də 4 də 5 də səhvdir. Yəni, səhvlərin altına yazılıb. 1 doğrudur, doğrunun altına yazılıb. Yəni, uyğunluq sualında doğruların altında doğrunu, yanlışın altında isə yanlışı seçəcəyik. Cavab oldu E variantına bərabər. Bu tipli suallardan biz FES-in kitabında sizlər üçün yazmışıq və həmin bu sual tipi 2025-ci ildə imtahanda olmuş sual tipidir. Tövsiyə edirik ki, bu suallardan bir neçəsini işləyərək öz bazanızı möhkəmləndirəsiniz.
Kitabın şəklində sizin üçün ekranda göstərirəm. Bütün ölkənin kitab mağazalarında var. Yəni MİQ və sertifikasiya ibtidai üzrə hazırlaşan müəllimlər üçün bütün çərçivə sənədini ən son yeniliklərlə və bütün qəbulda olmuş imtahan sual tiplərindən ibarət olan bir test toplumumuzdur. Bu topluluğu işləyərək siz imtahana tam hazır ola bilərsiniz. Hətta bundan nümunə səhifələr istəyirsinizsə bizə menecərə yaza bilərsiniz. Sizə yəni kitabı almadan öncə nümunə səhifələri göndərə bilərik. Davam eləyək suallarımızdan. Bir daha xatırladıram. Bu sınağın Azərbaycan dili və kurikulum versiyasını işləmək istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz və orada da sizlər üçün sırf imtahan tipində suallar və izahları yerləşdirilir. Təyyarə saat 8:40-da Bakıdan yola düşdü. Bu tipli suallarda Bakıdan, yəni birinci hansı şəhərdən yola çıxırsa, hər şeyi o saata görə hesablayırıq. 8:40-da Bakıdan yola düşdü. Əla. 2 saat 50 dəqiqə sonra İstanbula eniş elədi. Mən də gəlirəm üstəgəl 2 saat 50 dəqiqə. Bura eləyir 10 saat 90 dəqiqə. Bilirsiniz ki 90 dəqiqə 1 saat yarımdır. Yəni 90 dəqiqənin 1 saatını bura verdim. 11 saat 30 dəqiqə qaldı. Düzdür? Düzdür. Və biz hələ Bakı saatından hesablayırıq hər şeyi. 11:30-da, yəni Bakı saatı ilə 11:30-da İstanbula eniş elədi. 1 saat 30 dəqiqə İstanbulda qaldı. Üstəgəl 1 saat 30 dəqiqə İstanbulda qaldı. 12:60, yəni 13:00-da İstanbuldan havaya qalxdı. 4 saat 40 dəqiqə Londona eniş elədi. Üstəgəl 4 saat 40 dəqiqədən sonra, yəni 17:40-da Londona eniş elədi. Deməli Bakı vaxtı ilə 17:40-da Londona eniş eləyiblər. Bəs London vaxtı ilə saat neçədə oraya eniş ediblər? İndi mən başa düşməliyəm ki, Londonla Bakı arasında saat fərqi var. Bu saat fərqini tapacağam və məsələyə tətbiq edəcəm. Yazıb Bakıda 9:15 olanda, yəni Bakı saatı ilə 9:15 olanda Londonda 11:03 idi. Gəlin bunları bir-birindən çıxar görək. Londonun saatı Bakı saatından nə qədər irəlidədir? 11:03-dən 9:15-i çıxacam. 11-dən 1 saatın verdim bura. Oldu 10 saat. Aha, həmin o 1 saatı da 60 dəqiqəyə çevirib 63 dəqiqə elədim. Çıxılsın 9 saat 15 dəqiqə. 13-dən 5 çıxdım 8. 5-dən 1 çıxdım 4. Düzdür? Və bu da elədi 1 saat 48 dəqiqə. Yəni London Bakıdan 1 saat 48 dəqiqə irəlidədir, çoxdur. Deməli mən Bakı saatının üzərinə 1 saat 48 dəqiqəni gələcəm, Londonun saatını alacağım. Bu elədi 8, 8, 18, 88. Bilirsiniz ki 88 dəqiqə 1 saat 28 dəqiqədir. Həmin o 1 saatı bura verdim. 19 saat 28 dəqiqə. Yəni sualımızın cavabı A variantı 19-28-ə bərabərdir. Dördüncü sualımız bərabərsizlik sualdır. Bərabərsizliyində x-in ala biləcəyi ən böyük və ən kiçik natural qiymətlərin hasilinin 1/4 barədə hansı fikir doğrudur? Gəlin yazaq. 15 kiçikdir bərabərdir 3x çıx 2 kiçikdir 36. Çıx 2-nin tərsi nədir? Bilirsiniz ki çıx 2-nin tərsi üstəgəl 2-dir. Yəni biz bərabərsizlik suallarını işləyəndə x-in yanında nə varsa tərsinə təkrarlayırıq. Çıx 2-nin yerinə üstəgəl 2, üstəgəl 2 və üstəgəl 2 qoyduq. 15-in üstə 2 gələndə 17, kiçikdir bərabərdir 3x, bu 2-lər 7 bir-birin. Kiçikdir 36-nın üstə 2 gələndə 38. Sonra nə edirdik ay Saməddin müəllim? Vur 3-ün tərsini yazırdıq böl 3, böl 3 və böl 3. 17-ni 3-ə böləndə 5 və qalıq qalır. Kiçikdir bərabərdir 3x-i 3-ə böləndə x. Kiçikdir 38-in içərisində 3, 1, 2 və qalıq. Yəni 12 qalıq qalır. Əla. İndi biz bunu daha yaxşı anlamaq üçün mən sizə dərsdə belə bir qayda başa salmışam. Buna nə deyirdik biz? Yəni xəttkeş üsulu, ədəd oxu üsulu deyə bilərsiniz. Baxın, burada yazıram 5, 6, 7, 8, 9, 10, 11, 12, lap 13. Bir dənə xəttkeşimiz var. Xəttkeşin üzərində 5 qalıq. 5 qalıq bilirsiniz də harda yerləşir? 5 ilə 6-nın arasında yerləşir. Bir də 12 qalıq var.
12 qalıq da 12 ilə 13-ün arasında yerləşir. Bu üsul hər zaman doğrudur. Heç kəslə mübahisə etmədən cavabı özünüz sərbəst tapa bilərsiniz. Burada bərabərlik qalsa da, qalmasa da fərqi yoxdur. Bu üsul hər zaman keçərlidir. 5 qalıqla 12 qalığın nöqtəsini birləşdiririk. Bax, bu qırmızı düzbucaqlı keçəkdir. Bunun içərisində olan bütün ədədlər x-in ala biləcəyi natural qiymətlərdir. İndi ən böyüyü 12-dir, ən kiçiyi 6-dır. Bəli, müzakirəsiz budur. 12 və 6. Qutardı. Ən böyük və ən kiçik natural qiymətlərin hasili 12-ni vurdum 6-ya 72, 4də 1-i barədə 72-nin 4də 1-ini tapdım. 72-ni 4-ə böldüm. Neçələdir? Bir dəfə, bu da 8, 18 elədir. İndi cavablarda 18 axtarmalıyım. A variantı 27 ədədin 3də 2-sidir. 27-nin 3də 2-sini taparam. 27-ni 3-ə böldüm 9, 2-yə vurdum 18. Elə A variantı bizim doğru cavabımızdır. Düzdür, biz bu sınağı sertifikasiya model sınağı altında paylaşmışıq. Amma bu sınavdan təbii ki, MİQ-ə hazırlaşanlar da faydalana bilər. Baxa bilərsiniz, MİQ və sertifikasiyanın çərçivə sənədi eynidir. Artıq illər keçdikcə də sual tiplərini də bir-birinə yaxınlaşdırıblar. Ona görə, yəni bunun düzdür, adı sertifikasiyalar üçün sırf düşünüb yazmışıq. Amma içərisindəki sualların əksəriyyəti MİQ imtahanda da qarşınıza çıxa bilər. Çünki proqram artıq eyniləşib. 5-ci sualımız 96 bölünsün. Mötərizələr yazaq 96 bölünsün mötərizə 3x çıx 2 bağla vur 4 bağla bərabər 6. Bu arada tam sıfırdan yeni dərs qruplarımıza qoşulmaq istəyirsinizsə 055 527 25 99 nömrəsini yazaraq siz də sistemli şəkildə bizim dərslərimizlə imtahana hazırlaşa bilərsiniz. Həmçinin həm MİQ, həm sertifikasiya, həm monitoring imtahanına hazırlaşan şagirdlər üçün də xüsusi kitablarımız və qruplarımız var. 96-nı nəyə bölsək 6 eləyər? 96-nı nəyə böləndə 6 eləyər? Bunu tapmaq üçün siz 96-nın özünü nə edəcəksiniz? 6-ya böləcəksiniz. 96-nı 6-ya böləndə eləyir 16. Yəni 6-dan xətt çəkdiyim hissə 16-ya bərabərdir. Əla. Bərabərlik mötərizəyə çatıbsa, bir mötərizə sağdan siləcəm, bir mötərizə soldan siləcəm. Sağdan və soldan. İstəsəz vurub açıb cavabı tapa bilərsiniz. İstəməsəz də nəyi 4-ə vurublar 16 eləyib? Bax, bu suala cavab taparaq nəyi 4-ə vuranda 16 eləyir? Deməli, 16-nı 4-ə bölərəm. 16-nı 4-ə böləndə edir 4. Yəni, mötərizəmizin cavabı 4-dür. Əla. Bir mötərizə yenə sağdan, birini soldan sildim. 3x bərabərdir. Nədən 2 çıxsam 4 eləyər? 4-ün üzərinə 2 gəlirəm. 3x bərabərdir 6. X bərabərdir 6-nı 3-ə böldüm 2. X-in qiymətini tapın. C variantı x-in qiyməti 2-yə bərabərdir. 2 yazanlar doğru cavabımızı qeyd ediblər. 6-cı sual. Aralarındakı məsafə 600 km olan A və B məntəqələri arasındakı yolu avtomobil 75 km sürətlə getməli idi. Avtomobil 300 km getdikdən sonra yolda 1 saat 30 dəqiqə dayandı. Avtomobil təyin olunmuş məntəqəyə vaxtında çatmaq üçün qalan yolu hansı sürətlə getməlidir? Bizim bir dənə yolumuz var. Bu yolun uzunluğu 600 km-dir. Əla, bura qədər hər şeyi bilirəm. 75 sürəti ilə yolu getməli idim. İndi sual verirəm, 600 kilometr yolu 75 sürətlə getməli idimsə, mən bu yolu nə qədər müddətə getməyi düşünmüşdüm? Yəni, zamanım nə qədər olacaqdı? 600-ü böləcəm 75-ə. Mən bu yolu 8 saata getməyi düşünürdüm. Və yola çıxdım, 300 kilometrin getdim. 300 kilometrin 75 sürətlə gedəndə neçə saata getmişəm? Yəni, yolun yarısını getmişəm də, görə bilirsiniz. Mən yolun yarısını getmişəmsə, 4 saata yolun yarısını getmişəm. 300 kilometr gedilib, nə qədər qalıb? Yerdə qalıb 300 kilometr. Əla. İndi baxın, mənim 8 saat vaxtım var idi. Bu 8 saat vaxtın 4 saatını artıq istifadə etmişəm, maşını sürmüşəm. Yerdə qalıb mənim 4 saat vaxtım. Yəni, mən dayanmadan yenə 300 kilometr yolu 4 saata getsəm, vaxtında çataram. Amma mən dayanıram. Nə qədər? 1 saat 30 dəqiqə. Yəni, mənim 4 saatlıq vaxtımın 1 saat 30 dəqiqəsi yolda dayanmağa gedir. 4 saatdan 1 saat 30 dəqiqəm gedir. Nə qədər qalır? 2 saat 30 dəqiqə qalır. Yəni, 4 saatdan
1 saatı çıxıram, 3 saat qalır. 3 saatdan yarım saatı çıxıram, 2 saat yarım qalıb. 2 saat yarımı mən onluq kəsir kimi belə yazaram. 2,5 saat. Yəni 2 saat və yarım saat. 2,5 saat. Deməli mən qalan yolu 2,5 saata getməliyəm ki, gedib vaxtında ora çata bilim. Ona görə mən nə edirəm? 300 kilometri bölürəm 2,5-ə bərabərdir 300 bölünsün 2,5. Elədir 120. Niyə böldünüz ay müəllim? Çünki bu yoldur, bu da zamandır. Yolu zamana bölərək sürəti aldım. Deməli, qalan yolda vaxtında çatmaq üçün hansı sürətlə getməlidir? E variantı 120 km sürəti ilə getməlidir. Növbəti sualımıza baxırıq. Birinin sürəti digərindən 4 dəfə çox olan iki avtomobil arasında məsafə 260 km-dir. Onlar qarşı-qarşıya hərəkətə başladılar və 2 saat sonra onlar arasında qalan məsafə 60 oldu. Baxın, birinin sürəti x-dir. Biri də 4x-dir, 4 dəfə çox. Bəzən sertifikasiya müəllimləri deyirlər ki, mən tənlik istəmirəm. Amma məktəb dərsində artıq tənlik qurmaqla məsələ həlli bəhsi salınıb və ona görə tənliklə bağlı suallar, tənlik qurmaqla məsələ ilə bağlı suallar qarşımıza çıxır. Yəni 4 dəfə çox deyəndə biri 1 kvadratdır, biri 4 kvadrat. Hissə modeli kimi görür. Tənlik kimi görür. Biri x, biri 4x. Topladım. Qarşı-qarşıya gəlirlər axı bunlar, düzdür? Və zamana vurdum. Neçə saat deyir? 2 saat deyir. Zamana vurdum 2 saat. Bərabərdir yola. 260 kilometrə. Amma bunlar tam gedə bilməyiblər. Arada 60 kilometr qalıb. Yəni bu 60-ı çıxıram da buradan. Gedilməyən məsafəni A-nı çıxmaq lazımdır. İndi bu tənliyi həll edək. X-dan 4x-i toplasam, bu ikisini toplasam, eləyir 5x. 1x-in üstə 4x gəldim, 5x. Vurulsun 2, bərabərdir. 260-dan 60 çıxanda 200. 5x bərabərdir. 200-ü mən 2-yə bölürəm, 100. X də bərabərdir, 20. Yəni, sürəti az olan, yəni x 20-dir. Sürəti çox olan 4x-dir. Yəni 4 vur 20, 80-dir. Bizdən sürəti az olanı istədiyinə görə 80 lazım deyil. Sürəti az olan, yəni 20 olan 2 saata nə qədər yol gedər? 2 saata 40 kilometr yol gedər. C yazanlar doğru cavabı yazıblar. 5-ci sualımız model sualdır. Bu sual tipi əvvəlki illərdə də imtahanda olub. Ümumiyyətlə, bugün qarşınıza çıxartdığım bütün suallar demək olar ki, əvvəlki ilin imtahanda olmuş sual tipi nümunələrinə baxılaraq yazılmış suallardır. Eyni anda və eyni istiqamətdə K məntəqəsindən yola düşən iki avtomobil arasında məsafə 5 saatda 100 km oldu. Yadınızda saxlayın, eyni istiqamətli hərəkət olanda sürətlər bir-birindən çıxılır və zamana vurulur. Zaman da 5 saatdır. Bərabərdir yol. Neçə kilometr? 100 kilometr. Əgər bu maşınlar əks istiqamətə getsəydilər, yadınızda saxlayın, maşınlar əks istiqamətə gedirsə, bunu dərslərimizdə demişik, açıb baxa bilərsiniz. Sürətlər toplanılır və zamana vurulur. Zamanı 3 saat, bərabərdir aradakı yol 300 kilometr. 2 dənə ifadə aldım. Bu ifadədə 100-ü 5-ə böləcəm ki, V1 çıx V2-nin cavabını tapın. Yəni nəyi 5-ə vursam 100 eləyər? 100-ü 5-ə böldüm, 20. 300-ü 3-ə böləcəm ki, V1 üstəgəl V2-nin cavabını alım. V1 üstəgəl V2 də bərabərdir. 300-ü 3-ə böləndə elədi 100. Əla. İndi bizə 2 ədədin cəmi verilib və 2 ədədin fərqi verilib. Belə olan halda qayda var. Əgər qabaqda olan ədədi tapmaq istəyirsənsə, yəni böyüyü tapmaq istəyirsənsə, verilən cavabları, yəni 100 ilə 20-ni toplayıb 2-yə böləcəksən. 120-ni 2-yə böldüm, 60. Qutardı. Sürəti çox olan avtomobilin sürəti neçə kilometr saatdır? 60 kilometr saatdır. Müəllim, bəs V2-ni istəsəydin, bu zaman 100-dən 20-ni çıxıb 2-yə bölərdin. Yəni, çoxu istəyirsə, qabaqda olan hər zaman çoxdur. Böyüdən kiçik çıxırıq axı. Çox olan istəyirsə, topla bölü 2. Az olan istəyirsə, çıx bölü 2. Bu qədər sadə. C 60 yazanlar doğru cavabı yazıblar. 9-cu sualımız, diqqətli olaq. Sürəti 16 olan kater, sürəti 4 olan çayda axın ilə 4 saat, axına qarşı 2 saat hərəkət elədi. Gəlin baxaq. Katerin sürəti verilib bizə neçə? 16. Çayın sürəti verilib, deməli 4. Çay yazdım, bərabərdir 4.
Ümumiyyətlə Katerdə probleminiz varsa, YouTube kanalımızda ödənişli şəkildə də paylaşmışıq, onu baxa bilərsiniz. Kater məsələlərini bir dərsə öyrən Ağabəyli İsaməddin. Belə bir cümlə yazın YouTube'a, həmin videoya baxın, görün ondan sonra Kater sizə çətindir yoxsa yox. Axın ilə 4 saat. Axın ilə olanda Katerlə çayı toplayıram və zamana vururam. Zamanda 4 saatdır. 24-ə vurdum 80. Bu axın ilədir. Axına qarşı olanda Katerdən çayı çıxıram və axına qarşı zamana vururam. Bu da 2 saatdir. 16-dan 4 çıxdım 12, 2-yə vurdum 24. İndi bunları toplayaq. Cəmi nə qədər edir? 80 üstəgəl 24 bərabər 4 və 104. Deyir, axın ilə və axına qarşı cəmi qət olunan yoldan, yəni 104-dən 29 kilometr artıq yolu. Üstəgəl 29. Görə nə qədərdir 29 artıq yol? 133 kilometr yolu, 7 saata göldə gedə bilməsi üçün sürətini nə qədər artırmalıdır? Bilirsiniz də göldə katerin ancaq öz sürəti var. Yəni orada çayın sürəti yoxdur. Göldə 183 kilometr yolu 7 saata gedə bilməsi üçün bunun sürəti nə qədər artmalıdır? Əvvəlcə 133'ü bölürəm 7-yə. 133'ü 7'ye bölündə 19 edir. Bəzi müdavimlər qaza gəlib cavabı B variantı 19 yazırlar, amma cavab B deyil. Nədir? 16 olan sürət nə qədər artmalıdır ki 19 olsun? Əvvəl 16 idi. Nə qədər artmalıdır ki 19 olsun? 3 km bölü saat artmalıdır. Doğru cavabımız olur C variantı 3'ə bərabər. Bəli, 3 yazanlar düz yazıblar. Bu videolarımızı bəyənin, paylaşın ki, daha çox insan bu videolardan faydalanmış olsun. Rəylərdə də öz ürək sözlərinizi bildirməklə bizə motivasiya ola bilərsiniz. Sizin rəyləriniz bizlər üçün çox dəyərlidir. Uyğunsuzluğu müəyyən edin. Yəni səhv olanları tap, uyğun olmayanları tap deyir. Gəl tapaq. 8'də 2 litr 200 millilitrdir. Görək, 1 litr 1000 millilitrdir. Minin 8'də 2 hissəsini tapacağım. Mini bölürəm 8'ə, vururam 2'yə. Neçədir? 250 elədir. 250 millilitr. Bu səhvdir. Və səhv olduğuna görə mən bunu götürürəm. Çünki uyğunsuzluq deyir də. Yəni doğru sözünün altına səhv bir şey yazıblar. Səhvdirsə uyğun yerə yazılmayıb da bu. Deməli bu mənim axtardığım cavablarda olacaq. 1 olmayan variantları tez silirəm. 2'yə baxıram. 8'də 4 metr 50 santimetr. 1 metr 100 santimetr. 100'ün 8'də 4'ünü tapacağım. Həqiqətən də 50 santimetrdir. Bu doğrudur. Mən isə uyğun olmayan axtarıram. Uyğunsuzluğu axtarıram. Yəni doğru sözünün altında doğru şey yazılmamalıdır. Uyğun olmamalıdır. Ona görə 2 səhvdir. 2'ni sildim. 5'də 2 saat 20 dəqiqədir. 1 saat 60 dəqiqə. 60'ın 5'də 2'sini tapıram. 60'ı 5'ə böldüm 12, 2'yə vurdum 24 dəqiqə. Bu da səhvdir və mən bunu versiya kimi götürəcəm. Çünki uyğunsuzluqdur. Yəni doğru sözünün altına baxa bilərsiniz. Səhv şey yazıblar. Deməli 3 bizim cavabımızda olmalıdır. A variantı bizim cavabdır. 1, 3, 4. Gəlin baxaq 4 nədir? 4 yanlış sözünün altına doğru şey yazılıbsa bunu götürəcəm. Görək doğrudurmu? 1 metrimiz 1000 millimetrdir. 1000. Minin 10'da 3'ünü soruşur. Həqiqətən də mini 10'a böləndə 100, 3'ə vuranda 300. Cavab doğrudur və yanlış sözünün altına yazıldığına görə bunu uyğunsuzluq kimi götürürəm. Uyğun olmayanlar 1, 3, 4'dür. Uyğun olmayan nə deməkdir? Doğrunun altına səhv şey yazılıb, səhvin altına düz şey yazılıb. Bu uyğunsuzluqdur və mən də A variantı cavab olaraq götürdüm. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucağı. Bizim bir dənə bərabər yanlı üçbucağımız var. Bilirsiniz ki, qayda kitabında da qeyd eləmişik. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları bir-birinə bərabərdir. Oturacağı bitişik bucağı 35'dir. Bu 35'dirsə, avtomatik bu da 35'dir. Və biz bilirik ki, üçbucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Yəni bu 35'dən 35'i toplayacağım 70. 180'dən 70'i çıxacağım. Çünki 3'ü birlikdə 180 verməlidir. Bu ikisi 70'dirsə yerdə qalır 110 dərəcə. 110 dərəcəni bildim. Bu oldu 110 dərəcə. İndi nə deyir? Təpə bucağının dərəcə ölçüsünün, təpə bucağı nə qədərdir? 110'dur. Dərəcə ölçüsünün yarısının, dərəcə ölçüsünün yarısına qədər 2'yə böldüm. 55 elədi. Yarısının rəqəmləri hasilinin, 55'in rəqəm hasili 5 vur 5, 25 elədi. 2 misli neçə olar? 25'in
2 misli bərabərdir 50 olar. Cavab oldu A variantı 50-yə bərabər. Ümumiyyətlə qaydaları öyrənmək istəyirsinizsə, qaydalara aid sual nümunələri, tam imtahanı əhatə edən bütün qaydaları və sual tiplərini izahı olan bir kitab istəyirsinizsə, bizim qayda kitabımızı əldə edə bilərsiniz. Qayda kitabımızda bütün kitab mağazalarında var. Təkcə riyaziyyat deyil, həm də Azərbaycan dilindən qaydalar, nümunələr və imtahana lazım olan bütün tapşırıq tiplərinin izahları sizlər üçün bir kitabda cəmləşib. Bu kitabın da nümunə səhifələrini istəyirsinizsə, WhatsAppda bizim menecerlərimizin nömrəsini yazın, sizə nümunə səhifələr göndərilsin. Ölkənin bütün kitab mağazalarında var. 12-ci sualımız davam edirik. Kvadratın daxilinə çevrə çəkilmişdir. Bir dənə kvadrat çəkdim və bunun daxilinə bir çevrə çəkdim. Əla. Çevrənin radiusunun 4 mislinə 20 cm əlavə etsək. Gəlin çevrənin radiusuna bir x deyək. Siz bunu qayda kimi bilməlisiniz ki, kvadratın daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısıdır. Bu nə deməkdir? Yəni radiusa özündən bir x yazdınsa, tərəf olacaq 2x. Yəni bu kvadratın bütün tərəfləri mütləq şəkildə 2x, 2x və 2x olmalıdır. İndi bax sual verin. Perimetr neçə x olar? Kvadratın 4 tərəfi var. Hərəsi də 2x-dırsa, kvadratın perimetri 8x-dir. İndi deyir, çevrənin radiusu x-dir. 4 mislinə, radiusun 4 misli 4x, 20 cm əlavə etsək, üzərinə 20 gəldim, bərabərdir kvadratın perimetri olar. Perimetri də 8x-dir. Bərabər 8x olar. Qutardı. 4x üstəgəl 20 bərabərdir 8x-a. Buradan 20 bərabərdir 8x-dan çıxacam 4x-a. 20 bərabərdir 4x-a. X bərabərdir 5-ə. Yəni radius 5-dir. Tərəf isə 2 vur 5, yəni 10-dur. İndi kvadratın sahəsinin 2də 1-nin 3 mislini tapın. Kvadratın tərəfi 10-dursa, nə edəcəm? 10-u vuracam 10-a. Bərabərdir 100 eləyəcək. 100-ün 2də 1-i, 100-ün 2də 1-ini tapıram, bərabərdir 50 elədi. Və 3 misli, 50-nin 3 misli bərabərdir 150 elədi. Deməli, doğru cavabımız E variantı 150-yə bərabərdir. 150 yazanlarımız doğru cavabı yazıblar. Şık gürültülü alqışlayırıq sizi. İmtahana hazırlaşanda çalışın, əhval-ruhiyyənizi yüksək tutun. Heç nədən qorxmayın. İmtahan sizdən qorxsun və suallar inanın ki, ürəyiniz istəyən formada olacaq və rahatlıqla yaza biləcəksiniz. 13-cü sual. Fəza fiqurlarına bağlı sizlər üçün möhtəşəm bir video yükləmişik YouTube kanalımıza. Fəza fiqurları Ağabəyli İsaməddin yazın. O videoya baxandan sonra başa düşmürəm kəlməsini unudacaqsınız. Bunu sizə garanti verirəm. Mütləq baxın. Fiqurları göstərə-göstərə bir-bir izah eləmişəm. Eni 6 cm, uzunluğu 8 cm, hündürlüyü 10 cm olan kuboiddən eni 2 cm, uzunluğu 4 cm və hündürlüyü 3 cm olan kub kəsib götürdülər. Qalan fiqurun həcmini tapın. Bu tipli suallarda yadınızda saxlayın. Əgər bir kuboiddən digər bir kuboidi kəsib götürürlərsə, bu zaman həcmlər bir-birindən çıxılır. Bizdən həcmi soruşursa, böyük fiqurun həcmini necə tapırıq? Kuboidin həcmi eni, uzunu, hündürlüyü bir-birinə vurmaqdır. Vur bir-birinə, kəf elə, qorxma. 6 vur 8, 48, vur 10, 480 santimetrin kubu. Sonra kiçik fiqurun həcmini tap. V bərabərdir. Yenə eni, uzunu, hündürlüyü bir-birinə vuracam. 2 vur 4, 8 vur 3, 24 santimetrin kubu. Və böyük fiqurun həcmindən çıxıram kiçik fiqurun həcmini. 10-dan 4 çıxanda 6, 7-dən 2 çıxanda 5 və 4. 456 E variantı bizim doğru cavabımızdır. E yazanlar düz yazıblar. 14. 2015-ci ildə Nərminin 12 yaşı var idi. Nərmin Elmandan 4 yaş kiçikdir. Elman isə Tunardan 6 yaş kiçikdir. Gəlin yazaq 2015-ci il. 2015-ci il. Var Nərmin, var Elman, bir də var Tunar. Nərminin 12 yaşı var idi. 2015-də yazdım 12. Nərmin Elmandan 4 yaş balacadır. Nərmin balacadırsa Elman böyüdür. Yəni Elmanın yaşı 16-dır. 12-nin üstə 4 gəldi. Nərmin balaca, Elman böyük. Sonra deyir ki bizə, Elmanı isə Tunardan 6 yaş kiçikdir. Elman kiçikdirsə Tunar böyüdür. Neçə yaş? 6 yaş. Deməli Tunarın 22 yaşı var.
Elman balacadır, Tunar böyükdür. İndi deyir 2025-ci ildə, yazdım bura, 2025-ci ildə Elman və Tunarın yaşları cəminin. Aha, 2025-ci ilə qədər neçə il vaxt keçib? Müəllim 10 il vaxt keçib. Deməli Elman da 10 il böyüyəcək, 26 yaş olacaq. Tunar da 10 il böyüyəcək, 32 yaş olacaq. 2025-ci ildə Elman və Tunarın yaşları cəminin, yəni 26 ilə 32-nin yaşları cəminin topladım, bərabərdir. 58 elədir, yaşları cəminin. Rəqəmləri cəminin, 58-in rəqəm cəmi 5 üstə gəl 8, 13 eləyir. 3 mislini tapın. 13-ün də 3 misli elədi 39. Bax, 58-i tapıb yazan müdavimlər var idi, müəllimlər var idi. Buna görə xahiş edirəm, imtahanda da qaza gəlmə. Son cümləni diqqətlə oxu, dəfələrlə oxu. Gör nə istəyirsəndən, ondan sonra qaza gəlib cavab yazarsan. C variantı bizim cavabımızdır. 15. Turist yolun 9-dakı hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün 45 kilometr yolu qaldı. Yolun ümumi uzunluğunun 2 qatından 4 kilometr qısa olan yolun uzunluğu neçədir? Bu sual, yenə kəsr məsələlərinə aid bir sual olduğuna görə bunu tənlik formasında yazmanız daha məsləhətdir. Baxın, yolumuzun uzunluğu x-dir. 9-da 2-sini gedibsə yazacaqsan. Yolun 9-da 2x-ını gedib, üstə gəl 45 kilometrdə getsə, bərabərdir, yolun ortasına çatar. Yolun uzunluğu x-dırsa, ortası nə qədərdir? 2-də 1x-dir da. Yolun ortası yarısı, yəni 2-də 1x-dir. Qutardı. Bu tənliyi həll elə. Bu tənliyi həll edərkən mənim sənə tövsiyəm odur ki, kəsirlərin məxrəcin yoxa çıxar. Yəni kəsirsiz bir misal yaz. Bunun üçün bunun məxrəcinin 1 olduğunu düşünürük. 9, 1 və 2-yə ortaq bir məxrəc seçirik. 18, 9, 1, 2 ortaq nəyə bölünür? 18-ə. Bütün ədədlərə 18-i tətbiq edib məxrəci yoxa çıxaracağam. Nə deməkdir bu? Yəni 18-i 9-a böləcəm 2, 2-ni 2x-ə vuracam 4x. Üstə gəl 18-i 1-ə böləcəm 18, vuracam 45-ə 810 bərabərdir. 18-i böləcəm 2-yə 9, 9-u x-a 9x. Buradan da 810 bərabərdir. 9x çıx 4x. 810 bərabərdir 5x-a. X də bərabərdir 810-u böləcəm 5-ə. Neçədir? 162 eləmiş oldu. Deməli yolumuzun ümumi uzunluğu 162 kilometrdir. Yolun ümumi uzunluğunun 2 qatından 162-nin 2 qatı 4, 2 yazdım, 1 yatdı 2, 324. 4 kilometr qısa. Çıxdım 4-ü, 320 elədi. Yolun uzunluğu nə qədərdir? Cavab A variantıdır. Yəni bu verilən şərtə əsasən 2 qatının 4 qısasını tapdım. 320 almış oldum. Cavab oldu A. 16. Bu sual 2023-cü ildə sertifikasiya imtahana düşmüş suallardandır. Yəqin ki, həmin ildə imtahan verən müdavimlər də bu sualı xatırlaya bilərlər. İşçilərdən biri 5 saata 175 kisə daşıyır. Mən tez 175-i 5-ə bölürəm. Görüm 1 saata neçə kisə daşıyır? 35 kisə. Digər işçi 3 saata 171 kisə daşıyır. 171-i bölürəm 3-ə. Görüm 1 saata nə qədərsini daşıyır? 57 kisə. İndi bunlar 9:40-da işə başlayırlar. Gün ərzində 4 dəfə nahar eləyirlər. Günün sonu 176 kisə yerdə qalır. Onlar 19:00-da işlərini yekunlaşdırırlar. Mən 19:00-dan 9:40-ı çıxıram. Görün bunlar işə başlayandan iş bitənə qədər nə qədər vaxt keçib? 19-un 1 saatını alıram 18. O 1 saatı dəqiqəyə çevirəm 60 dəqiqə. 60-dan 40 çıxacam. 60-dan 40 çıxan neçə? 20 dəqiqə. 18-dən də 9 çıxanda 9 saat 20 dəqiqə. Bu adamlar 9 saat 20 dəqiqə işdə olublar. Görək bunun neçə saatını dayanmadan işləyiblər. Fikir verin. Bu işçilər biri 57 kisə daşıyanda biri 35 kisə daşıyır. Yəni birinin hər dəfə kisələri yerdə qalır. İkisi də eyni işi görməlidir bunlar, eyni işdə işləyirlərsə. Amma bunun biri 1 saata 57 kisə daşıyır. Biri isə 1 saata 35 kisə daşıyır. Deməli hər dəfə bu tənbəl olanın 22 kisəsi yerdə qalır. Hər dəfə o tənbəlin 22 kisəsi yerdə qalır. İndi hər 1 saatda 22 kisə yerdə qalırsa 176 kisənin
neçə saat vaxta ehtiyacı var ki, yerdə qalsın? Yəni bu birinci reysdə, birinci gediş-gəlişdə biri 35 aparır, biri 57. Birincinin 22 hissəsi qaldı. Yenə ikinci dəfə gedəndə yenə 22 hissə qalır yerdə. Üçüncü dəfədə yenə 22, yenə 22. Bu 22-lər toplanır. Axırda günün sonunda görürlər ki, 176 hissə yerdə qalıb. Mən də buna görə 176-nı 22-yə bölürəm görüm neçə saat bunlar gedib gəliblər, işləyiblər. 8 saat dayanmadan işləyiblər, kisə daşıyıblar. Həmin o yerdə qalanların sayəsində tapdım bunu. İndi 9 saat 20 dəqiqəlik iş saatının 8 saatını dayanmadan çalışıblarsa, 1 saat 20 dəqiqəsi də bunların nahar fasiləsidir. Çünki 4 dəfə nahar ediblər. 1 saat 20 dəqiqə 80 dəqiqədir. Bilirsiniz də 1 saat 60, 20 dəqiqədə 20, 80, 60, 80 elədir. 80 dəqiqədə 4 dəfə nahar eləyiblərsə, 80-i 4-ə bölərəm. Deməli, naharın biri 20 dəqiqədir. Və bizdən deyir ki, fasilənin birinin neçə saat olduğunu kəsrlə ifadə edin. Əgər nahar fasiləsinin biri 20 dəqiqədirsə, bunu saata çevirmək istəyirsinizsə, 60-da 20 yazacaqsınız. Çünki 1 saatımız 60 dəqiqədir. Görək bu 20 60-ın hansı hissəsidir? 60-da 20-ni də sıfırları silirəm, ixtisar aparım. Yuxarını 2-yə böldüm, aşağını 2-yə böldüm. 3-də 1 qaldı. Bərabərdir 3-də 1 saat. C bizim cavabımızdır. Bəzən müdavimlər, yəni bu sualla deyirlər çətindir. Bəli, bu indiyə qədər, bax yenə deyirəm, sertifikasiya 2023-də düşüb, baxa bilərsiniz. Açıb izahları da YouTube-da baxa bilərsiniz. Sertifikasiya 2023 imtahanında düşmüş imtahan sualıdır. Bu sual tiplərindən nümunə kimi biz FES-in kitabında da siz dərsin, yəni bir neçə nümunə salmışıq. Oradan da əldə edib kitabı işləyə bilərsiniz və bu problemimizi aradan qaldıra bilərsiniz. İzaha 1-2-3 dəfə baxın və həmin nümunələrdən işləyin. Görəcəksiniz ki, yəni izaha baxandan sonra aydın olan tiplərdəndir, dəhşət çətin deyil. Ədədi 17-yə böldükdə, ədədi 17-yə böldükdə, natamam qismətdə 95, əla. Qalıqda isə mümkün qalıqların ən böyüyü alınır. Bilirsiniz də, ədədi 17-yə böləndə qalıq ən çox 16 ola bilər. Çünki qalıq böləndən kiçik olmalıdır. Yəni qalıq 17-dən kiçik olmalıdır. 17-dən kiçik ən böyük ədəd 16-dır. Gəlin bu ədədin özünü tapaq. Ədəd tapmaq üçün böləni qismətə vurub, qismətimiz 95-dir, üzərinə qalığı gələcəm. 17-ni 95-ə vurub, alınan cavabın üzərinə 16 gələcəm. 1631 elədir. Bu ədəddən, 1631-dən 9 vahid böyük ədədin. 1631-in üzərinə 9 gəlirəm, 1640 elədir. Yarısı nə deməkdir? 2-yə böləcəm. Gəlin bölə 2 ilə. Bərabərdir. 820 elədir. 3 mislinin, 820-nin 3 misli, 820 vurulsun 3, elədir 2460. Rəqəmləri cəmi. 2, 4, 6, 0-ın rəqəm cəmi elədir 12. Cavab oldu C variantı 12-yə bərabər. 18. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən böyük rəqəmləri müxtəlif ədədir. Baxın, 800 alınanda deyirsə, yüzlüklərə qədər dediyinə görə 100-ü yarıya bölürəm, elədir 50 və 1 çıxıram, elədir 49. Bu 49-u 800-ün üzərinə gəlirəm, 849. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınan ən böyük ədəd budur. İndi bizə deyir ki, rəqəmləri müxtəlif olsun. Allah, rəqəmləri müxtəlifdir. Elə 849. Bu ədədi onluqlara qədər yuvarlaqlaşdırdıqda 849-u onluğa qədər yuvarlaqlaşdıranda onluğun sağında 9 var. 9 bir vahid artım verir. 850 olur. Alınan ədəddən 20 vahid kiçik ədədir. Çıxıram 20-ni. Bərabərdir 830. Yarısının böldüm 2-yə bərabərdir 415, yarısının 4 mislinin vurdum 4-ə, 415-i 4-ə vuranda, gəlin elə kalkülyatla vuraq tez olsun, vur 4, 1660 elədir, əla. Rəqəmlərə hasili 1, 6, 6 və 0-ın rəqəm hasili 0-dır. Bu qədər böyük misalın axırı gəldi E variantı 0 elədi. 19. Aşağıdakı ifadədə əməllər hansı ardıcılıqla yerinə yetirilir? Baxın, əməllər ardıcılığına diqqətlə baxın. Bu tipli suallarda biz əvvəlcə nə edirik? Bax yazılıb 20 çıxılsın, 15 bölünsün 3, vurulsun 2. Birinci olaraq soldan başlayaraq hansı birinci gəlir ona baxırıq.
Soldan başlayanda birinci çıxma gəlir. Siz bilirsiniz ki, vurma və bölmənin statusu toplama və çıxmanın statusundan böyükdür. Yəni misalda çıxma, bölmə və vurma varsa, çıxma ən axırda olunacaq. Bu heç, çıxmanı ən axıra yazacağam. Yəni variantlarda çıxma axırda olmayanları sildim. Bəs burada hansını birinci edirik? Bəzi müdavimlər burada birinci vurmanın gəldiyini düşünür. Xeyr, səhvdir. Əgər bölmə və vurma arasında qalmısınızsa, soldan başlayaraq solda ilk hansı gəlirsə, birinci onu eləyirsiniz. Yəni birinci 15-i 3-ə böləcəksiniz, 5. 5-i 2-yə vuracaqsınız, 10. Sonra 20-dən 10 çıxacaqsınız, eləyəcək 10. Yəni birinci bölmə, sonra vurma, sonra çıxma olacaq. Müəllim, burada vurma, burada bölmə olsaydı, yəni bunların yeri dəyişik olsaydı, bir daha deyirəm, vurma və bölmə arasında qalmısınızsa, soldan başlayaraq ilk hansı gəlirsə, bölmə gəlirsə bölməni, vurma gəlirsə vurmanı eləməlisiniz. Bu qədər sadə. D bizim cavabımızdır. 20-ci sual sertifikasiya imtahan suallarındandır. Aşağıdakı cədvələ əsasən ən bahalı və ən ucuz ərzaqdan 400 qram alınarsa, nə qədər pul vermək lazımdır? Biz hər bir ərzaqın 400 qramını gəlin hesablayaq. Bunun üçün tənasüb üsulundan istifadə edəcəm. Yazacağım. 350 qram, baxın 4 manat 20 qəpikdirsə 350 qram. Bəs görəsən 400 qram, biraz qələmimizi nazikləşdirək, rahat yazaq. Bəs görəsən 400 qram neçə qəpikdir? X. Bax çarpaz vuracağam indi. Nəyi çarpaz vuram? 350-ni x-a vururam. 400-ü də vururam 420-yə. X də bərabərdir. 400-ü 420-yə vurub, nə edəcəm? 350-yə böləcəm. 400 vurulsun 420, bölünsün 350. Bərabərdir. 400-ü vurdum 420-yə, böldüm 350-yə. 480 elədir. 480. Yəni bunun 400 qramı 4 manat 80 qəpik edir. Yazdım burada 4 manat 80 qəpik. Eyni şey burada da eləyirəm. 500 qramı 12 manat 80 qəpik isə 400 qramı nə qədərdir? X. Çarpaz vuram. Yəni belə başa düşdüm ki, x-i tapmaq üçün mən deməli 12 manat 80 qəpik, yəni 1280-i vururam axtardığım 400-ə, yəni neçə qram axtarıram? 400 qram axtarıram da. Bölürəm şərtdə verilən burada 500 qrama. Bölürəm 500-ə. Qutardı. 1280-i vurdum 400-ə. 1280 bilirsiniz 12 manat 80 qəpikdir. Böldüm 500-ə. Hamısını da belə eləyə bilərikmi? Bəli. 1024 qəpik. Yazdım 1024 qəpik. Eyni şey burada eləyəcəm. 400 qrama x yazacağım. Çarpaz vuracağım. X bərabərdir. Nə edirəm? 1716-nı 1716-nı vururam 400-ə. Bölürəm 600-ə. Yəni tənasüb qaydası. Vurdum 400-ə, böldüm 600-ə. 1144. Deməli 1144 qəpik. İndi bizə deyir ki, ən ucuz və ən bahalı ətdən, ətli nədir bu? Konfet olsun. Konfetdən, şirniyyatdan 400 qram aldı. Ən ucuzu 4 manat 80 qəpikdir. Ən bahalısı 11 manat 44 qəpik. 480-lə 11.44-ü toplayacağım. 16 manat 24 qəpik. 480-lə 11.44-ü topladım. 16 manat 24 qəpik bizim cavabımızdır. Doğru cavab B variantına bərabərdir. Bu sualda 2022-ci ilin səhv eləmirəmsə sertifikasiya suallarındandır. 21-ci sual 2025-in faiz suallarındandır. Şagird 420 səhifəlik, bu tipli bir faiz sizə də düşəcək, diqqətli olun. 420 səhifəlik kitabın 15%-ni oxudu. 420-nin tez 15%-ni tapıram. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, faiz göstərən ədəd 15-dir. Bölürəm 100-ə. Qutardı. Bərabər 420-ni 15-ə vurub 100-ə böldüm. Elə də 63 səhifə. Birinci gün 63 səhifə. İkinci gün 6 səhifə az. 63-dən 6-nı çıxdım. 63-dən çıxdım 6-nı elədi 57 səhifə. Üçüncü gün 57-dən 6-nı çıxacam. Yəni hər dəfə 6 azaldıb da 57-dən 6 çıxanda 51 qalıb. Dördüncü gündə 51-dən 6 çıxacam. Getdikcə 6 səhifə azalır. Bu da elədi 45 səhifə. 4 günün sonunda oxunmamış səhifə sayı. Gəlin baxaq. Oxunmuşlara baxaq. 63, 57, 51 və 45. Oxunmuşları gəlin toplayaq. 63 üstə gəl
57 üstə gəl 51 üstə gəl 45. Elədi 216. 216 səhifə oxunub. 420-dən 216-sı oxunubsa nə qədəsi qalıb? 204 səhifə qalıb. Oxunmamış səhifə sayının rəqəmləri cəminin, yəni 204-ün rəqəm cəmi neçə elədi? 6 elədi. 3 mislinin 6-nı 3-ə vurdum 18 elədi. 2 qatı 2-yə vurdum 36 elədi. Doğru cavabımız D variantına bərabərdir. D yazanlar düz yazıblar. Bu tipli sualları bir daha deyirəm, kitabımızı əldə edərək işləyə bilərsiniz. Həmçinin bizim tam sıfırdan yeni dərs qruplarımıza qoşulmaq istəyirsə, həm MİQ, həm sertifikasiya, həmçinin monitorinq şagirdləri üçün ödənişsiz kanalımıza qoşulmaq istəyirsə, nömrəmizə yazaraq siz də qoşula bilərsiniz. 22. Doğru olanları seçin. Mənim sizə burada belə bir məsləhətim var. Vergüldən sağdakı ədəd sayını eyni qədər eləyin və müqayisə eləyin. Eyni qədər eləyin nə deməkdir? Bax, vergüldən sağda 3 dənə ədəd var. Burada da vergüldən sağa 3 ədəd qoy. Axı müəllim çatışmayan şey var. Çatışmayan yerinə 0 yaz da. Çatışmayanlara 0 yaza bilərsiniz. Bax, burada 720-dir. Burada 728. Doğrudur bu? Bəli. 720 kiçikdir 728-dən. Bu doğrudur. Burada vergüldən sağda 3 ədəd var, burada 2 ədəd var. Deməli, bir dənə 0 yazıram bura. Sən demə, bu ədədlər bir-birinə bərabər imiş. 14,360, 14,360. Amma bu böyükdür yazıb, səhv yazıb. 67 vergüldən sonra 492-dir. Burada da çatışmayan 2 dənə ədəd yazıram. Çünki vergüldən sağda 3 ədəd varsa, burada da 3 ədəd olmalıdır. Çatışmayanları özüm yazıram. Bu 492-dir, bu 500-dür. 500 necə kiçik olsun 492-dən? Səhvdir. 23 0850 var. Burada bir 0 yazdım. Bu 0850'dir. Bu isə 8050'dir. Axı 0850 böyük ola bilməz. Bu səhvdir. Yəni vergüldən sonra burada 0 gəlir, burada 8 gəlir. Deməli bu daha böyükdür də. Amma bunu balaca kimi qələmə veriblər, yəni səhv yazıblar. Bu suala baxaq. 674 687. Deməli 87 həqiqətən də 74-dən böyükdür deyə bunu düz götürürük. Cavab oldu 1 və 5. Yəni D variantına bərabər. 23. Bir torbada 24 sarı, 17 çəhrayı, 13 bənövşəyi top var. Torbadan ən az neçə dənə şar çıxarmaq lazımdır ki, hər rəngdən 4 şar çıxmış olsun. Əgər məsələnin şərtində hər rəng sözü varsa, yadında saxla. Ən böyük verilən ədədləri toplayırıq. 24 ilə 17-ni toplayırıq. Və bizdə şərtdə bizdən neçə şar istəyir? 4 şar istəyir. Həmin o 4-ü üzərinə gəlirik. Bunun izahını öyrənmək istəyirsənsə, bu sualı bilirəm bəziləri anlamırlar, çünki dərsə baxmayıblar. Get bu dəqiqə YouTube-da yaz, ehtimal məsələləri, Ağabəyli İsaməddin. Orada mənim lövhə qarşısında bir videom var. Həmin videoya bax, anlayacaqsan. Deməli, hər rəng sözü varsa, böyük ədəd nədir? 24 və 17. Ən böyüyü bu ikisi də toplayıram. Üzərinə də şərtdə bizdən neçə şar istəyir? 4 şar istəyir, 4-ü gəlirəm. Elə də 45. İndi deyir, həmin ədədin rəqəmləri cəminin, 45-in rəqəm cəmi neçə edir? 9 edir. 5 mislinin, 9-un 5 misli 45 elədi. 6 əksiyini, 45-dən 6 çıxdım, elədi 39. Cavab oldu C variant, 39-a bərabər. X ədədini 17-yə böləndə, deməli X-ı böldüm 17-yə. Natamam qismətdə Y. Qalıqda isə mümkün qalıqların ən böyüyü. Bilirsiniz də mümkün qalıqların ən böyüyü 16-dır. Bölünəni tapın. Bölünəni tapmaq üçün böləni qismətə vurub, üzərinə qalığı gəlirəm. 17-ni Y-ə vurub, üzərinə 16-nı gələcəm. Yəni X bərabərdir 17 vur Y, üstə gəl 16. Cavab oldu B variantı 16-ya bərabər. 25. Ardıcıl 4 natural ədədin cəmi 114-dür. Ardıcıl natural ədədlər deyəndə birinə X deyirsiniz, birinə X üstə gəl 1 deyirsiniz, ardıcıl gəldə. X üstə gəl 2, X üstə gəl 3. Baxın, 4 dənə natural ədəddir və ardıcıldır. Cəmi 114-dür. Topladım, cəmin 114-ə bərabərlədim. X elədi 4X. Üstə gəl 1, 2, 3, 6 elədi. Bərabərdir 114. 4X bərabərdir 108. 114-dən 6 çıxdım. X də bərabər, onun içərisində 4 2 dəfə, 28-in içərisində 7 dəfə. Deməli, ən balaca ədədimiz 27, 28, 29 və 30-dur. İndi deyir, bu ədədlərdən ən böyüyünün rəqəmləri hasilindən.
Ən böyüyü 30-dur. 30-un rəqəm hasili 0 eləyir. 0-dan 9 vahid böyük olan ədəd 9-dur. 2 qatı 18-dir. Rəqəmləri cəmi 1 üstəgəl 8 bərabərdir 9-dur. Yəni D variant 9 bizim doğru cavabımızdır. Belə əjdahalarımız bugün biz sizə sertifikasiya model sınaq 1-i təqdim edirik və bu sualların Azərbaycan dili izahına da baxmaq istəyirsinizsə, mütləq bizim 055 527 2599 WhatsApp nömrəsinə yazın. Ödənişsiz formada həm sınağı, həm kurikulumdan, həm Azərbaycandan, həm də riyaziyyatdan üçün birlikdə əldə edin. Həmçində izahlarını bir yerdə işləyə bilərsiniz. Videomuzu bəyənin, paylaşın və rəy bölməsində də öz ürək sözlərinizi bildirə bilərsiniz. Sizin hər birinizin rəyi bizim üçün də motivasiyadır və daha çox bu tipli videoların davamı gəlmək üçün siz də rəylərdə öz ürək sözlərinizi bildirə bilərsiniz. Əgər dərslərimizə qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də dərslərimizə qoşula bilərsiniz. Sağ olun, növbəti dərsdə görüşərik. Hələlik.